İzalı test 53-cü hissə 5-ci sinif ingilis dili. 11-ci sual choose a correct word. Düzgün sözü seçin. My cousin drives a bus. He is. Mənim əmioğlum avtobus sürür. O. Doktor həkimdir. Fama fermerdir. Teacher müəllimdir. Bebəndə driver sürücüdür. Bebəndi doğru cavabdır. 12-ci sual choose a correct word. Camels live in hot countries. Dəvələr isti ölkələrdə yaşayırlar. Sual cümləsidir. Does və do ilə işlənən sual cümləsidir. İndiki sadə zamandadır. Camels cəmdə olduğu üçün, üç şəxsin cəmində olduğu üçün does işlənməz, do işlənəcək. D bəndi doğru cavabdır. 13-cü sual choose the correct variant. We have lessons today. History is. We have 6 lessons. Bizim 6-cı dərsimiz var. Yəni burada sıra sayı işlənməz birinci tərəfdə. We have 5 lessons today. Bizim bugün 5 dersimiz var. History is third. Tarih üçüncüdür. B bəndi doğru cavabdır. 14-cü sual choose the correct variant. Clouds in the sky. Cümlə təsdiqdədir. Zəri zəra tipli cümlədir. Clouds cəmdə olduğu üçün zəra işlənəcək. Zəriz olmaz. Təkdə olanda, isim təkdə olanda zəriz işlənir, cəmdə olanda zəra işlənir. Zəra clouds in the sky, səmada buludlar var. C bəndi doğru cavabdır. Choose the antonym of the underlined word. Altından xətt çəkimi sözün antonimini seçin. I think it's a difficult test. Mən düşünürəm ki, bu çətin testdir. Difficult çətindir, onun antonimi. Correct doğru, düzgün, important mühüm, easy asan. Difficult easy. Easy asandır, difficult çətin. C bəndi doğru cavabdır. Hard da çətindir. Bu da sinonimdir. C bəndi doğru cavabdır. 16-cı sual. Choose the correct numerals. There are boys in our form. Bizim sinifimizdə oğlanlar var. Demək, fifth, 5-ci oğlanlar var. Düz gəlmir. Third, 3-cü oğlanlar var. Sıra sayı işlənməz burada. Miqdar sayı işlənməlidir. There are 6 boys in our form. Bizim sinifimizdə 6 oğlan var. 3 düzdür. Second işlənməz, ikinci oğlanlar düz gəlmir. 7 boys in our form. Bizim sinifimizdə 7 oğlan var. 3, 5 doğru cavabdır.